Görür İmam Sadiq gəlir əlində şərab. İmam Sadiqin əlində yox, əstəğfurullah. Adam əlində şərabdır, görür İmam Sadiq gəlir. Töz üzünü döndərir, utanır axı. Xəcalət çəkir. Şərab bilirsiniz nə boyda günahdır şərab içmək. Nə qədər hədis var. 50-dən çox hədis var şərab içməyin barəsində. Məgər imam bilmir şərab içmək necə pis günahdır, necə iyrənc bir işdir. Gördü İmam Sadiq əleyhissalam gəlir, utandı. Tez üzün döndərdi, utandı, əlində də şərab. Tez üzün döndərdi, başladı tez-tez hərəkət eləməyə. Hiss elədi, gördü imam da arxadan gəlir ona tərəf. Biraz da sürətini artırdı ki, imam çatmasın ona. Biraz da sürətini artırdı, gördü imam da qaçırdı alıca bunu, tutdu bunu. Əlində də şərab, tez atdı. İmam ona dedi ki, pis iş görürsən. Çox pis iş görürsən. Çox ağır bir günah edirsən. Amma məndən qaçmağı yox. Mənə gərək qaçmayasan, məndən qaçmayasan, mənə qaçasan. Yenə də gəl mənə tərəf. Məsxərə elədilər İmam Sadiq əleyhissalam. Adam şiyə, elə eləmə də imamı sonra sənə məsxərə eləsinlər də, elə hərəkət eləmə də imamva lazımsız sözlər desinlər ki, de gələ Cəfər Sadiqin şiyəsinə bax, əlində butulka gedir araqla. Məsxərə elədilər imamı. Dedilər bir də bu imam, bu da onun şiyəsi. Elə bir-birlərini tapıblar, məsxərə elədilər. İmam qeyddə onlara cavab verdi. Cavab verməyə də əhəmiyyəti yoxdur. Onsuz da kimdir ki, ki cavab da versin imam. Dedi, siz qiymətli bir şey əlinizdən düşsə palçığın, çirkabın içinə, dinarınız düşsə əlinizdən yenə, qızılınız düşsə, neyiniyirsiniz? Dedi, götürərik, təmizləyərik, qoyarıq cibimizə, qiymətlidir axı. Dedi, bu da bax, mən üçün qiymətlidir. Düşüb çirkaba, amma mənimdir yenə də. Mən üçün qiymətlidir. Sən yox, amma o mən üçün qiymətlidir. Götürəcək, əzizləyəcək.